Dronu ilk dəfə işlədənin ən böyük səhvi nə olur? Bu adətən o pilotu kim öyrədib, ona təlimatı kim veribdirsə də, ona hansı nümunəni göstəribsə də adətən bu səhvlər onda başlayır. Məsələn, təcrübəmdə belə bir pilotlar olubdu, öyrətdiyim pilotlar olubdu ki, onların da öz yanlış yanaşmaları olubdu. Məsəl üçün elə pilot var ki, səhv eləyirdi, çeklisti açıb baxmırdı, kontrol eləmirdi ki, bu dron bu uçuşa hazırdır ya yox. Elə sadəcə uçum, nəticəni götürüm, aparım, təhvil verim yanaşmasındaydı. Adətən də qorxurlar pilotlar ki, onlar səhv elədikləri vaxtı, onlar qorxurlar səhv eləməyə. Amma təcrübəm onu göstərir ki, ən yaxşı, ən peşəkar pilot daha çox səhv eləyib, daha çox öyrənən pilotdur. Azərbaycanda dronlar hələ niyə tam potensialında istifadə olunmur? Problem texnologiyadadır, yoxsa düşüncə tərzində? Burada texnologiya dünyanın hər yerində eyni texnologiyadır və fərqli məqsədlər üçün istifadə olunur. Bizdə əsas Azərbaycanda dron sənayesi belə deyərdim ki, 10 ildə inkişaf eləməyə başladı. Son 10 ildə inkişaf eləməyə başladı və günümüzdə daha da mükəmməlləşməyə doğru gedir. Burada adətən xəritə çəkmə işləri görülürdü Azərbaycanda daha əvvəllər. İndi dronla iş əmsalı daha çoxalıb fərqli sahələrdə. Bu bina yuma var, binalar yuyulur, təzə başlayıblar, binalar yuyulur. Yerin maqnit dalğalarının maqnitometr alətlərindən ölçülür və artıq suyun altını da biz dronla xəritələyə bilirik. Əvvəllər yanaşmada niyə səhvlər var idi? Köhnə topoqraflar var idi, deyək, biraz yaşlı nəsil olan topoqraflar. Onlar hiss edirdilər və yaxud da ki, elə anlayırdılar ki, dron operatoru və yaxud da ki, dron işi onların gördükləri aləti bunların əllərindən alacaq və onlar istifadəsiz olacaqdı. Yəni, bu topoqraflar heç kəsə lazım olmayacaqdı. Amma bir şey unudurlar ki, bu nəticəni, emalın nəticəsini yoxlayan şəxslər elə həmin topoqrafların özləridir. Yəni, dron orada düz işləyib, işləmədiyini təsdiq edən sifarişçi şirkətdə olanlar elə məhz o həmin topoqraflardır. Burada əlbəttə ki, inkişafın qabağını alan düşüncə tərzidir. Əgər ki, bizim indi drona olan yanaşma 10 il bundan qabaq olsaydı, indi daha mükəmməl nəticə olardı, daha çox inkişaf olardı. Hər işi dronla görmək olarmı, yoxsa dron da bəzən artıqdır? Məsələn, harda lazım deyil dron? Dron bir çox yerlərdə lazımdır, harda lazım deyil. Harda ki, sənin gözünün qabağındadır hər şey, sənin gözünün qabağındadır və sən həmin o yeri görə bilirsən və sən bunu alətlə edə bilərsən. Və burada hava faktoru da önəmlidir. Təcrübəm onu göstərir ki, əgər ki, yanlış havada dronu sən qaldırırsan, deyirsən ki, onsuz çox balaca bir ərazidir, mən oranı uçurum və xəritəsini emal eləmək üçün oradan bir nəticə götürüm, şəkillər götürüm. Bu, o nəticənin keyfiyyətini aşağı salır. Bax, dron burada lazımsızdır. Əgər əldən eləməyə və yaxud da ki, çox da tələsmirsənsə də, gözlə bilirsən ki, sabahı hava nə vaxt ki, düzəlir. Onda artıq deyil. Artıq o zaman olur ki, sən riskləri qiymətləndirmirsən və hava şəraitini nəzərə almırsan. Bax, orada bu riski gətirən artıq bir amildir. Yoxsa dron hər yerdə, hər bir sahədə istifadəyə, belə deyərdim ki, artıq deyil. NDV və xəritələmə kimlər üçün həqiqətən dəyərlidir, kimlər üçün yox? Boşuna sifariş edənlər kimlərdir? Boşuna sifariş edənlər hansılar ki, onların aqronomları zəifdir və əraziləri balacadır. Bu NDV nədir? Bu NDV adətən multispektral kameralı dronların bizə verdiyi nəticədir və kənd təsərrüfatında daha çox istifadə olunur. Burada əgər ki, yerin balacadırsa da və sənin aqronomun yaxşıdırsa, burada sənin sifariş vermək burada artıqdır. Yox, əgər böyükdürsə də aqronom çatdırmır və sənin məhsuldarlıq keyfiyyətin aşağıdadırsa, sən yaxşı olar ki, burada artıq sifariş verirsən və NDV xəritəsinə müraciət edirsən. NDV xəritəsi nədir? Kənd təsərrüfatında istifadə olunan bir lazımlı torpağın analitikasıdır, həmin sahənin analitikasıdır, hansı ki, bunu bizə rənglər vasitəsilə verir və biz artıq o rənglərə baxanda yeri daha yaxşı oxuya bilirik ki, hara su daha çox səpilməlidir, hara daha çox sulanmalıdır və yaxud da ki, hara daha çox gübrə getməli, ümumiyyətcə gübrə verilməməlidir. Əgər ki, siz gübrəlmə prosesini
və yaxud da ki, sulama prosesini dronun vasitəsilə eləyəcəksinizsə də, hə, onda bu sifarişləri verin. Yox, əgər sadəcə sırf analitika məqsədinlə öz aqronoma göstərməkdirsə də, burada bu sifariş demək olar ki, lazımsızdır. Dron insan əməyini əvəz edir, yoxsa insanı daha da dəyərli eləyir? İnsan əməyini əvəz eləmir, insanın əməyini daha da dəyərli eləyir dron. Çünki bundan qorxmaq lazım deyil. Çünki sən o işin peşəkarı nə qədər yaxşı olsan ki, bu düzdür, AI-lar artıq inkişaf eləyir, hardasa insan əməyini aradan çıxarır. Amma unutmayaq ki, hansı əmək aradan çıxarır, AI-dən işləmək qabiliyyəti olmayan əmək bazardan çıxır. Əgər siz hər ikisini düzgün vaxtda eləsəniz, sizin əməyiniz həmişə daha qiymətli olacaqdır. Bir layihədə dron istifadə olunmasa nə itirilir? Pul, zaman yoxsa risk? Baxın, bu ümumiyyətlə ilk olaraq riskdir. Nəyə görə riskdir? Çünki sən layihə görürsən və bunun nəticəsi uğurlu olmalıdır. Risk elə burada başlayır. Zaman itirirsən, drondan istifadə eləməsən, dronun nəticələrindən istifadə eləməsən zaman itirirsən. Çünki bir günə görülən işi dron 1 saat ərzində o nəticəni sənə vermə imkanı var. Əlbəttə ki, burada sən əlavə xərclərdən qaçmış olursan. Əgər biz maliyyə xərclərini düzgün hesablasaq, sifariş verən vaxtı, hansı ki bizim topoqrafımız var, əllə götürə bilər və yaxud da ki biz topoqrafı da elə padratdan götürəcəyik, gələcək bizim yerimizi ölçüb verəcək. Burada sizin zamanınız daha çox dəyərlidir. Çünki artıq biz zamanla mübarizə aparırıq. Dron elə bir texnologiyadır ki, 10 gün əməyini 1 saat ərzində görə bilir. Bu sənin istifadə edəcəyin zamanı daha da sürətli edir. Ona görə də belə deyərdim ki, istifadə eləməmək riskdir, vaxt itkisidir, əl alətindən istifadə eləmək. Həm də ki, nəticəni daha tez sənə verir və burada vaxt tutmuş olursan. Dron sahəsinə girmək istəyən biri ilk olaraq nəyi öyrənməlidir? Uçuşu yoxsa düşüncə tərzini? Burada düşüncə tərzi çox önəmlidir. Çünki o artıq praktika götürməlidir və yaxud da ki, analizlər aparmalıdır ki, ümumiyyətlə pilotlar nə iş görür və onların inkişaf sahəsi nədir, nəyi daha çox araşdırırlar, onların problemləri daha çox nədir. Və ondan sonra qərar verməlidir ki, mən pilot olum ya olmayım. 5 ildən sonra dron operatoru anlayışı dəyişəcəkmi? Əlbəttə ki, dəyişəcək. Çünki 5 il bundan öncə dron operator anlayışı tamam başqaydı. Elə zənn edirdilər ki, dron sadəcə video çəkmək üçündür və yaxud da ki, toy, nişan, bu şeyləri çəkmək üçündür. Amma bugün anlayış dəyişib ki, sən demə, dronla xəritə də çəkə bilirik, yerin altındakı maqnit dalğaları da ölçə bilirik, dənizin dibinin də xəritəsini çıxara bilirik, yerin üstündə xəritəsini çıxara bilirik. Bugün anlayış dəyişib. Amma artıq AI-ya keçir. 5 ildən sonra AI təmiz o zehniyyəti, o düşüncəni tamamilə dəyişəcəkdir. İndi bu barədə indidən bir fikir bildirmək biraz çətindir. Dronla işləmək riskli yoxsa riskləri azaldan alətdir? Baxın, bu çox önəmli sualdır. Burada birbaşa risklərin qiymətləndirilməsinə toxunulur. Burada hansı ölkədə dron uçurmağınızdan asılı olan amillər var. Çünki hər ölkənin aviasiya haqqında qanunu tamam fərqlidir. Burada riski qiymətləndirmək lazımdır hava limanlarına yaxın məsafələrdə. Burada riski qiymətləndirmək lazımdır hərbi və yaxud da ki, qorunan sənayələrin yanında, hansı ki, onlar mülkidir. Burada yaşayış yerləri çox olan hissədə etik normalara riayət eləmək çox lazımdır. Çünki bəzən elə ola bilər ki, yanlışlıqla başqasının şəxsi həyatını çəkmiş ola bilərsiniz. Bu da çox yol verilməz bir haldır. Burada məsələn uçuş öncəsi dəyərləndirmələr də var. Burada küləyin sürətidir, yağış yağırmı, yağmaq istəyirmi? Məsəl üçün təcrübəmdə bizim pilotlardan biri yaşamışdı. O zənn eləmişdi ki, duman yuxarıdadır və onun hündürlük, xəritə planlamasında verdiyi hündürlük azdır. O uçuşa başlamışdı, qiymətləndirilməsi düzgün olmamışdı. Və nəticə etibarilə dron
buludun içində qalmışdı və burada interfeys, yəni görüntü azalmışdı. Artıq dron hər yeri maneə kimi görürdü və sənin uzaqdan idarə elədiyin manuala artıq cavab vermir və öz istədiyi yerə eniş eləyir. Batareya daha tez tükənməyə başlayır, çünki hava boşluğu olduğuna görə pərlər, motorlar daha çox sürətlə işləyir və artıq o beyin elə qərar verir ki, mən olduğum yerdə düşməliyəm aşağı. O yeri düzgün olmaya bilər və bizim o pilot riski düzgün qiymətləndirməmişdi və bizim dron xəta verib yerə enmişdi və yerə enərkən də qəza baş vermişdi. O pərləri zədələnmişdi. Bu hər bir operatorun yanqasmalı olduğu bir hadisədir. Bir dron uçuşu nə vaxt boşa getmiş uçuş sayılır? Bir dron uçuşu nə vaxt boşa getmiş uçuş sayılır. Bu yaxşıdır, bir çox operatorun elədiyi səhvdir. Burada nədir məsələ? Belə deyək ki, biz dronu işə salmadan öncə bizim istifadə etdiyimiz alət var və biz o alətə GPS deyirik. GPS-in ona verdiyimiz hündürlük və yaxud da ki, baza hündürlüyü var. Biz orada o hündürlüyə çox da riayət edə bilmirik. Ya da diqqətdən qaçırdırıq, çünki elə bu sual elə birinci sualdan əlaqəlidir. Bu checklistimizə biz baxmırıq. Deməli, mən deyək ki, aləti qurmuşam, hündürlüyünə dəqiq nəzarət eləməmişəm və orada hündürlükdə deyək ki, 10 sm xəta var. Və mən bu xətanı gözümdən qaçırmışam və mən uçuşu eləmişəm. Uçuşu elədim, bitirdim. Uçuşa başlamadan öncə biz orada xəritələmədə yer var ki, bizim real koordinat nədir və dronun olduğu yerin koordinatı nədir? Dron haranı göstərir? O koordinatlar tam-tamına bir-birindən uyumludursa da, bizim uçuşumuzda problem olası deyil. Bu işin birinci tərəfi, dron qalxmadan öncə. Dron qalxandan sonra biz çalışmalıyıq ki, dronun autofocus continuosuna biz nəzarət eləyək. Çünki elə vaxt olur ki, dron başlayır xəritəyə işləməyə başlayır və şəkillər emal eləməyə başlayır. Burada biz orada şəklin çəkilmək modu var. Əgər manual moddadırsa da biz həmin surətdə çatdıra bilmərik ki, hər dəfə biz fokusu düzəldək. Orada IFC modu var. IFC modunda bir yeri fokuslayır və başlayır eyni fokusdan davam eləməyə. Bu da bizim işimizi lazımsız eləyir, çünki nəticə biz istədiyimiz olmayacaqdır və o bir şeyə yaramayacaqdır. Autofocus continuoda da deyək ki, siz mədən uçuş edirsiniz, orada bermalar var və pilləkən kimi bermalar var və hər dəfə dron uçduqda hər dəfə hündürlük dəyişir. O hündürlük dəyişəndə adi daşla belə IFC modunda həmin yerin fokusunu götürür. Biz bu əsas faktorlardır. Biz bunlara nəzarət etsək, bizim uçuşumuz qiymətli olacaq. Dron operatoru ilə sadəcə dron uçuran adam arasındakı əsas fərq nədir? Dronu hamı uçura bilər. Məsəl üçün deyək ki, bir dron haqqında siz toy çəkənə və yaxud da ki, dron haqqında mütəxəssisə sual verirsəz, eyni sual, fərqli cavablar alacaqsınız. Niyə görə? Çünki onların yaşadığı təcrübə və istifadə elədiyi dronlar tamam başqadır. Xəritələmədə və yaxud da ki, bu sənayedə istifadə olunan dronlar tamam başqadır. Düzdür, hər ikisindən eyni funksiyaları yerinə yetirmək mümkündür, amma ki, bu işin öz mütəxəssisləri var. Toy çəkən dron haqqında mütəxəssis ola bilməz. Bu biraz absurddur. Dron haqqında çünki bir çox alətlər var ki, biz o alətlərdən daha çox istifadə edirik. Texnologiya sürətlə dəyişir. Köhnə dronla hələ də yaxşı iş görmək olarmı? Baxın, indi bizim gözümüzün öyrəşdiyi rənglər var və biz köhnə dronlarla işləsək, məsəl üçün deyək ki, biz indi topoqrafiyada istifadə edirik, ən çox Mavic seriyalarından, Enterprise-dan istifadə edirik və yaxud da ki, Matrix 350 RTK-dan, 400 RTK-dan daha çox istifadə olunur topoqrafiyada. Amma Mavic Pro ilə də, hansı ki, onunla toy çəkilirdi, ondan topografik işlər görürdük. Yerə düzdüyümüz displeylər vasitəsilə. Onun emal elədiyi görüntü ilə bu ən son texnologiya Enterprise-dan, 350 RTK ilə, 400 RTK ilə gördüyümüz tamam başqadır. Məsəl üçün deyək ki, biz 100, 120 və yaxud da 200-ə qədər bu dronlardan işləyə bilirik. Bunun bizə verdikləri tamam başqadır.
Amma bir Vectra da var, hansı ki Vectra Gen2-lər, indi Vectra Raylər çıxıb olar. Onlar 400 metrdən də bizə nəticə verir. Biz baxsaq, hər 3 dronun bizə verdiyi nəticə tamam başqadır. Əlbəttə, biz görə bilərik, amma bizim nəticə sifarişçinin xoşuna gəlməyə bilər və buna biz diqqət etməliyik. Dron sahəsində sertifikatlar həqiqətən nə qədər önəmlidir? Bax, bu bizim ölkəmizdə çox yaralıdır. 2025-ci ildə səhv eləmirəmsə, mülki aviasiya haqqında qanunda dəyişiklik nəzərdən keçirilirdi və bu yaxın günlərdə bu dəyişiklik daha doğrusu qüvvəyə minəcəkdir. Deməli, nə idi burada? Bizdə gəlirdi xarici şirkətlər, o sertifikatları təqdim edirdi və külli miqdarda pulun qarşılığında. Yəni, onun təsiri çox baha idi. Yəni, 900, 1000, 1200 manata qədər çıxa bilirdi bu qiymətlər. Amma 1-2 aydan, 3 aydan sonra bu artıq belə olmayacaqdı. Yəni, onların verdiyi sertifikatlar keçərsiz olacaq. Əlbəttə, sertifikat vacibdir. Çünki sertifikat sənin gördüyün işi təsdiq edən sənəddir. Burada sizin eyni anda həm sertifikatınız olmalıdır, həm də dronu istifadə etmək üçün sürücülük vəsiqəniz olmalıdır. Bunu bizə xarici şirkətlər verirdi. Amma bizə öz bildikləri, dronu endir, qaldır. 2-3 dəfə dron endirib qaldırırdım. Yəni mən deyək ki, mən oturmuşam orada, mən dron haqqında nəyisə öyrənməyə gəlmişəm və nəzəri biliklərin üzərindən o qədər sürətlə keçirdilər ki, və biliksiz pilota sertifikat verirdilər, imtahan eləməmiş və sürücülük vəsiqəsi verirdilər. Mən aldım əlimdə, mən artıq böyük risk daşıyan bir pilot idim. Amma çox şükürlər olsun ki, artıq bu məsələyə də əl qoyulubdur. Mülki aviasiya haqqında qanuna dəyişiklikdən sonra artıq kursdan da təmin olunacaqdır pilotlar, müəyyən kiçik bir dövlət rüsumunu ödəməklə və imtahanlardan keçəcəklər. Kimlər ki, o imtahandan keçəcəklər, onlar o sertifikatdan, o sürücülük vəsiqəsindən təmin olunacaqlar və bu da riskləri daha da aza endirəcəkdir. Dronlar bəzi peşələri yox edəcək, yoxsa yeni peşələr yaradacaq? Belə deyək ki, artıq o yeni peşələr yaranıbdır. Nələr məhv olacaqdır? Nələr məhv olacaq deməyim, nələr daha az istifadə olunacaqdır. Deməli, burada əl alətləri daha az istifadə olunacaqdır, öz funksiyasını itirəcəkdir. Hansı alətlər ki, var idi, drona inteqrasiya olurdu, dronun içinə kömək edirdisə də, o alətin operatoru və o alət dəyərli qalacaqdı həmin peşə kimi. Amma ki, məsəl üçün deyək ki, batmetriya var, hansısa bir gölün dibinin xəritəsini çıxarmaq üçündür. Artıq dronlar vasitəsilə batmetriya da olur. Həm burada riski endirir, çünki əvvəllər batmetriyalar qayıqlar vasitəsindən olurdu və burada artıq dalğalı vəziyyətdə qayığın devrilməsi var idi. Yəni, bir insan faktoru risk daşıyırdı. Artıq dronlar vasitəsilə bu risk aradan demək olar ki, qaldırılıbdır. Risk daşıyır, hansı ki, batmetriya eləyənlər, dronla inteqrasiyası olmayan alətin operatorları, yəni belə deyək, həmin o topograflar. Və ümumiyyətlə, məsləhət görərdim ki, topograflar bir dron sənayesini araşdırsınlar və bu sahə üzrə biliklərini artırsınlar. Bir layihədə dron istifadə etmək qərarı nə vaxt gecikmiş qərar sayılır? Deməli, bir çox şirkət rəhbərləri elə zənn edirlər ki, ən yaxşısını, ən düzünü onlar bilirlər və onlar hesab edirlər ki, burada bu ekspert var və yaxud da ki, bu mütəxəssis var. Biz o mütəxəssisdən istənilən vaxtı kömək ala bilərik. Yox, bu elə deyil. Siz burada ilk öncə öz vaxtınızı itirmiş olursunuz. Əgər ki, bir planlama olursa da və burada xəritə çəkmə işi varsa da, elə ən başa qoyulan dron olmalıdır. Yəni, bu işin giz tərəfi olmalıdır. Biz qaldırır qoyuruq servantın başına, belə deyək, həmin o sahəni ki, o bizə lazım deyil. Biz sonradan ayılırıq ki, bizə ən lazımlı olan alət elə giz idi. Yəni, sırf bu dron texnologiyası idi ki, bizi qabağa salır və nəticənin daha düzgün biz götürə bilirik. Gəl, zənn edin ki, biz bina tikəcəyik və yaxud da ki, biz buradan hər hansı bir boru çəkməliyik və yaxud da yerin səthi həmin günlər üçün bizə çox önəmlidir. Əldən ölçdüyümüz ölçümlərin üçgənləri bir-birindən çox aralıdır.
Yəni 2 metrdən 3 metrdən bir biz nöqtə götürüb və onları birləşdirməyə çalışırıq. Amma 5 santimetrdən bir də biz o mərhələni, o dron şəkillərini proses edən vaxt onu qoya bilirik ki, üçgənləri 5 santimetrdən bir elə, yaxud da ki 1 santimetrdən bir elə daha real, daha dəqiq nəticə ala bilirik. Biz daha dəqiq nəticəni elə işimizin elə əsas faktorudur ki, dəqiq nəticə olsun. Dəqiq nəticə olandan sonra sizin tikintiniz də, sizin o görəcəyiniz yerin üzərində görəcəyiniz iş də daha uğurlu olacaq. Məncə o addım yanlışdır. Sonradan eləyərik fikri yanlışdır. Elə ən öncədən bu iş görülməlidir.